Göyçaylı ustadan 8 illik zəhmətin möcüzəsi, əl işindən doğan sənət incisi, Göyçay rayonunun istedadlı sənətkarı 60 yaşlı Kərbəlayı Rəşid usta illərin zəhmətini, bacarığını və zövqünü bir araya gətirərək heyranedici bir əsər, bənzərsiz taxta fayton hazırlayıb. Bu nadir əl işi sadəcə bir fayton deyil, sənətkarın 8 illik səbrinin, zəhmətinin və milli ruhunun təcəssümüdür. Qara və qızılı ornamentlərlə, incə oyma naxışlarla bəzədilən bu faytonun üzərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bayraqları dalğalanır. Bu isə həm Türk dünyasının birliyini, həm də ustanın qəlbindəki milli qüruru simvolizə edir. Kərbəlayı Rəşid ustanın sözlərinə görə, bu faytonu ərsəyə gətirməkdə məqsədi yalnız öz sənətini nümayiş etdirmək deyil. O istəyir ki, bu əsər gələcəkdə yeni ailə quran cütlüklərin xoşbəxtlik rəmzinə çevrilsin, gəlin gətirmə mərasimlərində bu faytondan istifadə olunsun. Bu bənzərsiz sənət nümunəsi 8 noyabr Zəfər günü və 9 noyabr Göyçaylar Festivalı çərçivəsində rayon stadionunda nümayiş etdiriləcək. Festival iştirakçıları bu nadir faytonu yaxından görmək, onun incəliklərinə şahid olmaq imkanı qazanacaqlar. Bu əsər bir daha sübut edir ki, Azərbaycan torpağında sənətkarlıq, zəhmət və milli ruh heç vaxt tükənmir. Göyçaylı Kərbəlayı Rəşid usta isə bu irsin yaşadılmasında öz adını qızır hərflərlə yazdırmaqdadır. Kazımov Rəşid Ağalıoğlu, Göyçay rayon sakinidir. Məqsədim hər ustalar, taxta ustaları qapı bağlayır, pəncərə bağlayır, müxtəlif işlər görür. Mən fərqli bir iş görmək istədim ki, olmayan bir şey yarada bilir. Qarşıma məqsəd qoydum, 8 ilə bunu eləyə bildim. 8 ildə bekar vaxtlarında bunun üstündə işləmişəm, hər gün yox. Bəzən aylarla heç əlimi vurmamışam. Amma belə ki, 2017-dən bəri 8 il, indi ilk turumuzdur, çıxmışıq şəhərə ilk dəfə çıxdıq. Naz festivalına hazırlaşırıq. 8-i, 9-u rayon stadionunda, festivalda iştirak edəcəyik. Belədir ki, bizdə rayon maşın həddən artıq çoxdur. Ona görə at qoşmaq biraz təhlükəli olduğuna görə müvəqqəti hələ ki nümayiş elətdiyirik. Simvollar sadəcə üstünə test eləmək üçün sürürük. Üstündə toxunuşlar var, narlarımız, tablolarımız, adımız var, rəssam işlərim var, yandırmayan. Onlar Allah qoysa 8-9-u nümayiş elətdirəcəyik. Təxminən 5-6 min təyən belə demək olar ki, gedib, amma hesablamamışam. Əsas vəsait deyil, əsas ona qoyulan zəhmət, enerji, estetik görüntünü əldə eləmək. Mən ödənişsiz edirəm, mən xalqa xidmət edirəm.